Kişi ayağının ucunda otaqdan dəhlizə çıxdı. Həyat yoldaşının çantasını götürüb orada nəsə axtarırdı. Çantanın içərisinə diqqətlə baxış keçirdikdən sonra onu bir kənara qoydu. Sonra isə qadına aid olan plaşı götürüb ciblərinə baxdı və cırılmış kağız tapdı. Bu cırılmış kağız məktub idi. O diqqətlə kağız parçalarını birləşdirib oxudu. Kağızda qeyd olunmuşdu. 4-cü gün saat 8-in yarısı. Nikolay. Kişi fikrə daldı. Ola bilməz. Məyər həyat yoldaşım mənə xəyanət edir? Əsəbidən əlinə bıçaq alıb divarda olan həyat yoldaşının şəklinə sancdı. ...2007-ci il Krasnodar əyaləti Stanitsa Kanevskaya. Səhər tezindən şəhəri bəd bir xəbər bürüdü. 2 dənə təqaüdçü qadın evində qətlə yetirilmiş halda tapılmışdı. Qoşunovlar ailəsi, ana və qız evində qətlə yetirilmişdi. Demək olar ki, təqaüdçülər cinayətkarlar üçün ən asan qurbanlardır. Çünki yaşlı adamlar az müqavimət göstərə bilir. Onları tez bir zamanda ram etmək olur. Amma bəzən müqavimət göstərən təqaüdçülər də tapılır. Misal üçün Rostovda baş verən hadisə. 2 dənə cinayətkar yaşlı arvadın evinə daxil olaraq ondan pensiyasını və qızıl zinət əşyalarını istəmişdilər. Qadın isə evdə heç bir şey saxlamadığını və hər bir şeyi qonşuda olduğunu bildirir. Və cinayətkara bildirir ki, o yalnız oradan gedib özü şəxsən götürə bilər. Cinayətkarlar razılaşır və qadınla bir yerdə qonşunun evinə yollanırlar. Beləliklə qadın qonşusunun qapısını döyərək qonşusuna işarət etdi və qonşu da onunla bir yerdə onun evinə yollandı. Sən demə qonşu da polis işçisi imiş. Elə o da evə daxil olan kimi hər iki cinayətkarın qolunu buraraq tutdu. Amma bu iki qadın təqaüdçünün başına gələnlər isə başqa bir hadisə idi. İlk polisə müraciət edən Koşunovlar ailəsinin yaxınları idi. Qohumları bildirmişdi ki, onlarla əlaqə saxlaya bilmirlər. Telefonlarına zəng çatmır və onlardan bir xəbər yoxdur. Beləliklə evə milis yollandı. Qapı açıq idi. Evə daxil olan milislər hər yeri qan içərisində gördülər. Cinayətin baş verdiyi yerə qonşulardan biri hal şahidi kimi dəvət olunmuşdu. Elə hal şahidi olan o qadın da bütün məntəqəyə bu məlumatı çatdırmışdı. Hər iki qadının üzündə kəsici alətlə kəsiklər var idi və baş nahiyəsində ağır bir alətlə vurulmuş zərbə. Cinayətdə istifadə olunan alətin biri yerdə idi. Həmin alət at heykəlcigi idi. Ekspertlər müəyyən etmişdilər. Hər iki qadın yaşamaq uğrunda mübarizə apararaq çarpışırmış. Baxış keçirilən zaman məlum olub, cinayətkar evi tələm-tələsik tərk edib. Çünki heç bir əl izlərini silməyib və hər bir yerdə əl izləridir. Bununla yanaşı da dağınıq evin içərisində qan içərisində olan bir köynək var idi. Qurbanların yaxınları həmin köynəyi tanıdılar. Həmin köynək vətəndaş Fətiyevə aid idi. Cinayət üzrə sənədlərdən Fətiyev Aleksandr Sergeyeviç, 71 yaşı var, təqaüdçüdür. Son 38 ildir ki, Kanevskoyada yaşayır. 50 yaşlı həyat yoldaşı Tatyana ilə və qaynanası 80 yaşlı İrina ilə. Cinayət yerinə isti izlər üzərinə düşən it də gətirilmişdi. İt doğru istiqamət götürmüşdü. Cinayətkarın izi qatar stansiyasına aparırdı. Çox güman ki, cinayətkar cinayəti törədikdən sonra qatara minərək həmin yerdən uzaqlaşıb. Ağla sığılmaz idi. Axı nə təqaüdçü bir kişini vadar etmişdi ki, 2 yaşlı təqaüdçünü öldürsün. Axı nə səbəb olmuşdu ki, bu yaşda o vəhşiyə çevrilmişdi. Cinayətkar barəsində bütün qonşular müsbət fikir bildirmişdilər. Cinayət yerindən detektivlər masa altından daha bir sənəd tapdılar. Sənədin üzərində bir neçə kəlmə yazılmışdı. Xətlə müəyyən etdilər ki, bunu çox güman ki, mərhum Tatyana İvanovna yazıb. Kağızda qeyd olunanlar. Mən artıq səndən bezmişəm. Sənin bu qısqanclığın mənə təngə gətirib. Belə daha yaşaya bilmərik. Biz yaşlı adamlarıq. Axı sən nəyə görə bu qısqanclığından əl çəkmirsən? Detektivlərə qəribə gəlirdi. 70 yaşında kişi 50 yaşında olan xanımını qısqanclığı zəminindəmi öldürüb? Qonşular deyirdi, Fətiyev əməlli başlı bir Otelladır.
O daima həyat yoldaşını qısqanırdı və şübhələnirdi ki, o ona xəyanət edir. Ekspertlər və psixoloqlar bildirirdilər. Atilla sindromu demək olar ki 40 yaşdan sonra başlayır. Ələxüsus da əgər kişi alkoqol qəbul edirsə. Başqa psixoloji xəstəliklərə baxanda Atilla sindromu demək olar ki tədricən insana nüfuz etməyə başlayır. Ən çox da ya içkili zaman və yaxud da içkidən ayılan zaman bu baş verir. Bu xəstəliyi yaşayanlarda şübhələr xırda-xırda başlayır özünü virüsə verməyə və get-gedə bunlar böyüyür. Bu sindromu yaşayanlar xırda və mənasız bir şeylərə öz həyat yoldaşlarını qısqanmağa başlayırlar. Aleksandrla Tatyana 70-ci ildə ailə həyatı qurmuşdular. Çox mehriban həyat sürürdülər. Demək olar ki, hər kəs onlara paxıllıq edirdi. Tatyana bacarıqlı, evdar bir xanım idi. Aleksandrın isə əlindən gəlməyən iş yox idi. Hər şeyi bacarırdı. Elə ki, Aleksandr pensiya yaşına çatdı və təqaüdçü oldu. Və bu zaman onda bəzi xəstəliklər baş qaldırdı. O demək olar ki, ailə münasibətlərində öz vəzifə borclarını yerinə yetirə bilmirdi və bu zaman onda qısqanclıq halları baş verməyə başladı. Aleksandr gündən-günə aqressivləşirdi. Qonşularla mütəmadi olaraq dava edərdi. Demək olar evdə də sakitçilik heç bir zaman hökm sürmürdü. O həyat yoldaşını hər kəsə və hər şeyə qısqanırdı və beləliklə bu qadını hər gün bezdirirdi. Tez-tez həyat yoldaşının cibini yoxlayardı və qonşular bildirirdilər. Hər gün onların evində davadalaş səsləri gəlirdi. Balaca rayonda nəsə baş verəndə heç nəyi gizlətmək olmur. Qonşular əmin idilər. Tatyana öz həyat yoldaşına sədaqətlidir. Amma buna baxmayaraq Aleksandr nədənsə bu şeylərə inanmırdı. Yaşlı çağda insanın xəyanət etmədiyini sübut etmək çox çətindir. Və beləliklə də çox zamanlar davadalaş cinayətin baş verməsinə gətirib çıxardır. Daha bir misal da qeyd edək. 2005-ci ildə Başkiriyada baş vermiş cinayəti. Yaşlı qadın öz həyat yoldaşına evdən çölə çıxmağa icazə vermirdi. Təqaüdçü qadın öz həyat yoldaşının bütün telefon zənglərinə qulaq asırdı və sonda qısqanclıq zəmində əlində olan çəliklə onun başına döyərək öldürdü. Digər bir cinayət də Sverdlovsk əyalətində baş vermişdi. Müharibə veteranı qonşuluqda olan 2 kişini öldürmüşdü. O əmin idi ki, bu hər 2 kişi onun həyat yoldaşının məşuqələri olub. Daha başqa bir cinayət 2006-cı il. Yaşlı adam tibb məntəqəsində həkimi bıçaqladı. O əmin idi, həkim onun həyat yoldaşına göz qaş atır. Aleksandr həyat yoldaşı Tatyananı çox bezdirmişdi və bu qısqanclığın sonu yox idi. Və elə həmin günü Tatyana məktub yazaraq anası ilə bir yerdə evdən çıxmaq istəyirdi. Amma görünür sağ-salamat o evdən çıxmaq onlara nəsib deyilmiş. Fətiyev Aleksandrı ələ keçirmək elə də asan olmadı. Onu heç bir yerdə tapa bilmirdilər. İlkin olaraq o keçmiş hərbiçi yoldaşının yanında olmuşdu. Daha sonra isə keçmiş həyat yoldaşının evində görünüb. Sonra isə onun izi itdi. Fətiyevi federal axtarışa verdilər. Daha sonra məlum oldu ki, Fətiyev hətta Samara əyalətində böyrəyində olan daşla əlaqədar müalicə də alıb. Onu ələ keçirmək çox gec baş verdi. Daha sonra Fətiyev birinci həyat yoldaşının yanına qayıtmışdı. Dedektivlər elə orada onu ələ keçirdilər. Dedektivlər biraz da gec gəlsəydilər, o həmin qadını da öldürəcəkdi. Fətiyev Aleksandrın başında nə fırtınalar dönürdü, hələ heç kimə məlum deyildi. Amma ələ keçdiyi zaman o çox peşman olduğunu bildirirdi. Məhkəmə qərarına əsasən Fətiyevə 12 il həbs cəzası verdilər və elə o ömrünü də elə orada bitirdi. Qısqanclıq zəminində baş vermiş cinayət bu günümüzdə də hələ aktuallığını itirməyib. Təbiidir, insan əgər sevirsə, qısqanmalıdır. Qısqanclıq halında baş vermiş cinayətlərin çoxsunda insan affekt halında olur, yəni anlaqsız vəziyyətdə. Əgər xəyanət üz veribsə, yenə də cinayətin törədilməsi çıxış yolu deyil. Xəyanət səbəbindən həyatınızı məhv etməyə dəyməz. Əgər məsələdə həm də ailədə uşaq varsa, çıxış yolu hər zaman var. Bunu da qəzəb halında deyil, oturub təmkinli, düşünərək həll etmək olar. Dostlar, siz Məxfi Cinayətlər kanalındaydınız. Kanalımıza abunə olaraq videolarımızı bəyənməyi və rəylər bölümündə fikir bildirməyi unutmayın. Bizim üçün sizin fikirləriniz çox maraqlıdır.